Mütləqdir ki, istiqamət olaraq deyək, söz danışırıbsa, əgər ədəb qanunlarındandır ki, dediyin adam kimə müraciət edəcəksən və yaxud da kimə söhbət edəcəksən, ona yönlü şəkildə danışırsan. Amma bu danışıq tək o demək deyil ki, onunla danışırsan. Danışırsansa, birincisi, sən onunla danışırsan, amma sən bir arxada böyük bir kütlənin sənə ötürdüyü məlumatlarla danışırsan deyənə, burada çoxluq var. Bu danışıqda çoxluq iştirak edir. Keçmiş zaman. Yəni, keçmiş zamandan. Yəni, bu öyrəndiklərimiz, demək istəyim, xatırladığımız kişilər ki var. Onları biz necə götürürük? Biz onları şuratdan keçmiş zamana deyəlir də, oraya əsaslanır. Orada yaratdığımız məhfumlar var, arxa fonda. Biz bir sözlər danışmışıq, indi ona əsaslanmışıq, əminlik yaranıb bizdə və əmin danışırıq. Əminliklə də danışsaq belə, o əminliyi bizə ötürənlər var. Deməli, söhbətdə biz tək deyilik, iştirak edənlər çoxdur. Zaten həm sizin tərəfdən iştirak edirsiniz də arxa fonda, mən də arxa fonda yəni söhbət. Belə götürəndə söhbət 2 nəfər edirsə, ümumi bəşərdir. O deyirləri divarında qulağı var. Bəli. Yerində qulağı var. Belə ki, deyirlər. Yəni, təbii o çatdırmaq istəyiblər. Zaten bu sözlər elə belə yaranmayıb. Bunları ola bilsin ki, biraz aşağılayıblar, biraz böyüdüblər. Amma söhbət arifcəsinə olub dünyada həmişə. Həmişə də olur, elə, mən inanıram ki, indi də elədir. Ona görə insan danışanda bilməlidir ki, tək deyil. 2 nəfərə danışsa belə, bilməlidir ki, çox böyük kütlə iləndir. Yəni, bu kütlə onu yaratdıqlarıdır. Onun düşüncələr əsasında yaranmış fon, o arxa fon dediyimiz əslində arxa fon deyilir, ümumidir. Onun qabağı, dalı, arxası, sağı, solu belə bir şey yoxdur. Yəni, ümumidir. Məsələn üçün, bugün deyək ki, Peyğəmbər Əsəlamı səhv çıxartmaq istəyən insanlar və yaxud da ki, deyək ki, Quran barəsində səhv fikirlər söyləyən insanlar fərqində deyirlər ki, Peyğəmbərin elmi ilə Peyğəmbəri səhv çıxartmağa çalışırlar. Yəni, özlərində olmayan bir şeydən, bir elmdən, özlərində olmayan, özlərinə aid olmayan bir elmdən, elə bir ki, onun öz keçmişində qıcığı var. İstəyir ki, indi o qızığın intiqamını alsın. Kimdən alacaq o intiqamı? Məsələn, deyir ki, həqiqətdən, hamının işi həqiqətlə də, haqla. Mütləq gedəcək hara, həmən yaratdığı məfhumlarla, özünün ki, keçmişinə, özünə, həqiqətinə, öz həqiqət, qurduğu həqiqətə daha doğrusu qızığı var, gedəcək keçmişə, götürəcək o məlumat ki, Peyğəmbərlər, yəni bütün elmlər olsun dünyada, bütün Peyğəmbərlər tərəfindən gəlib də, səmavi kitablar deyirlər buna. İnsanlar elmi oradan alıblar. Bu günlərimdə, bax, o söz olaraq onu deyim ki, səhv çıxartmaq istəyən insanlar birinci düşünməlidirlər ki, bu elmi haradan yiyələniblər. Amma bu elmi, məsələn, sual olaraq verirəm ki, o insan düşünsün və cavaplansın, əgər belə bir insanlar varsa, cavablandırsın ki, mən bu elmi haradan almışam. Fizika kitabını oxumuşam, kimyada oxumuşam, fərqi yoxdur. Hansı universitetdə öyrənmişəm, zaten bunun bilgisi var da bu elmin.